Salam, 11-ci sinif blok imtahan səviyyəli növbəti sualların həllinə baxaq. 6-cı sualda deyilir ki, A parametrinin neçə tam qiymətində bərabərsizlik dəyişənin istənilən qiymətində doğru olar. Deməli, x kvadratı minus ax üstəgəl 9 böyükdür 0. Bu kvadrat bərabərsizlikdir. Yəni, bunun 0-dan böyük olması üçün x-in istənilən qiymətində 0-dan böyük olması üçün bunun diskriminantı 0-dan kiçik olmalıdır. D bərabərdir b kvadratı minus 4ac. B-nin yerində a dayanıb, yəni a kvadratı minus 4 vur 1 vur 9 kiçikdir 0. A kvadratı minus 36 kiçikdir 0. Vuruqlar a minus 6, a plus 6 kiçikdir 0. Köklər olacaq mənfi 6, müsbət 6. 0 qoysaq mənfi, kənarlarda müsbət. Bizə lazımdır kiçik olan aralıq. Kiçik olan aralıq mənfi 6-dan 6-ya kimi. Tam qiymətlərin sayını soruşur. Bu aralıqdakı tam qiymətlərin sayı 6 minus mənfi 6. Bu cavabdan da 1 çıxırıq. Olacaq 11. Deməli, A parametrinin 11 tam qiymətində bərabərsizlik dəyişənin istənilən qiymətində həmişə 0-dan böyük olacaq. Növbəti suala baxırıq. Limiti soruşur bizdən. Deməli, suala yaxınlaşdıraq. Burada n sonsuzluğa yaxınlaşır. Hər bir həddi n-ə bölək. Surətdəki ifadəni n-ə bölmək üçün kök var. 3-cü dərəcədən n kökünün altına salanda olacaq n-in kubu. Yəni, surətdəki ifadədəki hər bir həddi n-in kubuna böləcəyik. Çünki burada kökün dərəcəsi 3-dür. Olacaq 3-cü dərəcədən 64 n kubu bölünsün n kubu. Üstəgəl 27 n bölünsün n kubu. Üstəgəl 125 böl n kubu. Məxrəci isə 16 n bölünsün n. Üstəgəl 3 bölünsün n. Burada limit n sonsuzluğa yaxınlaşır. N kublar ixtisar gedir. Qalır kökün altında 3-cü dərəcədən 64. Üstəgəl. Burada n'lər ixtisar gedir. N sonsuzluğa yaxınlaşanda 27 böl n kvadratı kəsirdə 0-a yaxınlaşır. Bu da eyni qayda 0-a yaxınlaşır. Yəni, sürət 64 üstəgəl 0-dır. Məxrəcdə isə bu n'lər ixtisar gedir. 16. N sonsuzluğa yaxınlaşanda 3 böl n kəsirdə 0-a yaxınlaşır. Kökün altında 3-cü dərəcənin 64 4-ün kubuna bərabərdir. Yəni, 4 çıxır. Məxrəcdə də 16 ixtisar etsək 1 böl 4. Yəni, A variantı. 8-ci sualda deməli, A-nın qiymətini soruşur. Əvvəlcə Viet teoreminə görə köklərini tapırıq. Köklər cəmi əks işarənin ikinci ədin əmsalı. Köklər hasili isə sərbəst ədədə bərabərdir. Hasil 12, cəmi 7 verən ədədlər 3 və 4-dür. İkisi də müsbətdir, çünki cəmi də müsbətdir. Deməli, ikisi də müsbət olduğuna görə vuruqlarımız olacaq x minus 3 və x minus 4. X minus 4 verilib orada. Deməli, biz x plus a-nı tapmalıydıq. X plus a bərabərdir x minus 3-ə. Burada x-lər islah gedir. A-nın qiyməti olacaq mənfi 3. Cavab Y variantı. 9 nömrəli sualda teoremə verilib. Fx bərabərdir. Fx bərabərdir 3x kvadratı üstəgəl 4x. F tərtib x 8 istəniliyini həll edindir. Əvvəlcə verilmiş funksiyanın teoreməsini alaraq 3x kvadratın teoreməsi 6x, yəni 2 keçir əvvələ və x-in dərəcəsi də 1 vaid azalır. 2 vur 3, 6x üstəgəl 4-ə. İndi f tərtib x ki 8-ə bərabərdir. 6x üstəgəl 4-ü 8-ə bərabər edirik. 6x bərabərdir 4-ə. X olacaq 6-da 4. Yəni 2 böl 3. 2 böl 3 cavab olacaq A variantı. Bu tip videoların davamı üçün videonu bəyənməyi və rəy yazmağı unutmayın. Sağ olun.